Təsəvvür edin ki, dəhşətli dərəcədə qarışıq bir məlumat bazası ilə işləməlisiniz. Üstəlik ona fiziki olaraq toxunmağa, strukturunu dəyişməyə heç bir icazəniz yoxdur. Tanış gəlir, elə deyilmi? Bugünkü təhlilimizdə məhz bu xaosu necə sahmana salacağımızı, yəni dəyişdirilə bilməyənləri sadələşdirmək üçün viewlardan necə məharətlə istifadə edəcəyimizi incələyəcəyik. Gəlin rola girək. Çoxumuz bu qorxunc ssenariyə ilə mütləq üzləşmişik. Kənardan, bəlkə də illər əvvəl yazılmış, başqa bir sistemdən miras qalan bir məlumat bazası var əlimizdə. Cədvəllər bərbad gündədir, məlumatlar təkrarlanır. Ən pisi də odur ki, siz bu dizaynı qətiyyən dəyişdirə bilməzsiniz. Ya hüquqi baxımdan buna səlahiyyətiniz yoxdur, ya da köhnə sistemlər ancaq bu yöndəmsiz strukturla işləməyə proqramlaşdırılıb. Bəs belə olan halda nə edirik? Bax, bu bizi gətirib çıxarır köhnə sistem, yəni legacy database dilemmasına. Arxadakı bu arxitekturanı sadəcə olaraq sökmə imkanımız olmayan paslanmış su boruları kimi düşünə bilərsiniz. Məhz burada köməyimizə viewlar, yəni virtual cədvəllər çatır. Onlar bu daxili struktur xaosunun qarşısına çəkilən mükəmməl, göz oxşayan bir fasaddır. Bəs reallıqda view nədir? Əslində, o əvvəlcədən təyin olunmuş bir SQL sorğusunun nəticəsini özündə saxlayan sadəcə virtual bir cədvəldir. Ən gözəl tərəfi bilirsiniz nədir? Son istifadəçi və ya hər hansı bir tətbiq üçün bu view tıpkı real fiziki bir cədvəl kimi davranır. Kənardan baxan heç kim, arxada o məlumatların neçə fərqli cədvəldən çəkildiyini və ya hansı mürəkkəb filtrlərdən keçdiyini qətiyyən görmür. Hər şey səliqəli və təmiz görünür. İndi isə keçək əsas məsələyə. Bu xaosu necə normallaşdırmağa? Gəlin viewların bərbad dizaynları düzəltmək üçün necə bir sehirli linza rolunu oynadığına praktikada baxaq. Məsələn, bu müştəri satışları cədvəlinə bir baxın. Bu tamamilə denormallaşdırılmış, yəni məlumat bazası qaydalarına tam zid qurulmuş bir cədvəlin sözün əsl mənasında bariz nümunəsidir. Fikir verin, müştərinin adı, ünvanı, aldığı avtomobilin modeli, hətta avtomobili satan işçinin məlumatları hamısı bir yerə yığılıb. Əgər bir müştəri iki fərqli məhsul alarsa, onun adı və ünvanı təkrar-təkrar yazılacaq. Bu isə həm lüzumsuz yaddaş itkisi, həm də qaçılmaz məlumat səhvləri deməkdir. Bəs biz bu qarşılığı bazanın özünə heç toxunmadan necə həll edə bilərik? Çox sadə bir kodla. Biz sadəcə create view komandasından istifadə edirik. Fikir verin, içərisində select distinct ifadəsini işlətməklə bu xaosun içindən xüsusi olaraq yalnız müştərilərə aid olan məlumatları çəkib çıxarırıq. Təkrarlanan qeydlər anında silinir, nəticədə isə təmiz, tam normallaşdırılmış bir müştəri cədvəli simulyasiya etmiş oluruq. Sanki heç bir problem yox imiş kimi. Yeri gəlmişkən, əgər sisteminizdə məlumatlar eyni sətirdə fərqli sütunlar üzrə təkrarlanırsa, union sorğularını da view daxilinə yerləşdirə bilərsiniz. Təsəvvür edin ki, bir sətirdə 5 fərqli əvvəlki iş yeri ard-arda qeyd olunub. Union vasitəsilə siz bunları 5 ayrı sətrə bölüb, vahid və səliqəli bir virtual cədvəl halına gətirə bilərsiniz. Sözün düzü, bu o köhnə yöndəmsiz sistemləri bərpa etməyin ən zərif yollarından biridir. Bütün bu prosesin sonunda isə bizə inanılmaz dərəcədə təmizlənmiş bir mənzərə təqdim olunur. Məlumat toplusu artıq xeyli kiçilib və asanlıqla idarə olunandı. Məsələn, bu nəticədə Tom Frank adlı istifadəçinin 2 dəfə təkrarlandığı dərhal gözə çarpır. Sən demə, orijinal cədvəldə onun üçün fərqli ünvanlar daxil edilinmiş. View sayəsində ana bazadakı o qorxunc xaos arka planda gizlənir və bizə sadəcə bu cür anomaliyaları tapıb rahatlıqla təmizləmək qalır. Təbii ki, məsələ yalnız struktur səhvlərini düzəltməklə bitmir. Növbəti mərhələ məlumatları qorumaq və sadələşdirməkdir. Çünki viewlar təkcə köhnə bazaları xilas etmir, həm də gündəlik əməliyyatları inanılmaz dərəcədə asanlaşdırır. Gəlin bu üstünlüklərə sürətlə nəzər salaq. View vasitəsilə siz sadəcə istədiyiniz məlumatlara fokuslana, o qəribə və mürəkkəb sütun adlarını hamının dərhal başa düşəcəyi sadə adlarla əvəz edə bilərsiniz. Amma ən mühüm məqam təhlükəsizlikdir. Məsələn, cədvəldə kredit kartı məlumatları varsa, view yaradaraq məhz o sütunu gizlədə və istifadəçilərə yalnız baxılması icazə verilən təhlükəsiz məlumatları göstərə bilərsiniz. Həmçinin hesabat hazırlayanları mürəkkəb hesablamalardan qurtarmaq üçün artıq cəmlənmiş və hazır hesablanmış məlumatları birbaşa view üzərindən təqdim etmək əsl xilasedici bir gedişdir. Amma burada çox kritik bir məqam var və bu bizi iç-içə view, yəni nested view tələsinə gətirib çıxarır. Hər güclü alətin mütləq qaçınmalı olduğunuz qaranlıq bir tərəfi var. Xüsusilə proqramlaşdırma sahəsindən gəlirsinizsə, bu fikir sizə çox cəlbedici gələ bilər. Gəl bir view yaradım, sonra onu başqa bir view'nun içində çağırım, sanki təkrar istifadə olunan bir kod funksiyası kimi. Amma dayanın.
Reallıq tamamilə fərqlidir. Siz bunu etdikdə verilənlər bazasının optimallaşdırıcısını bəlkə də heç vaxt istifadə olunmayacaq nəhəng aralıq məlumatları hesablamağa məcbur edirsiniz. Sistem bu mürəkkəb layları parçalayıb anlamaq üçün o qədər enerji xərcləyir ki, nəticədə kütləvi, gözlənilməz I/O xərcləri yaranır. Bir sözlə, performansınız sadəcə çökür. Yekun olaraq bunu mütləq yadda saxlamalıyıq. Viewlar arxa plandakı dəyişdirilə bilməyən, köhnə və xaos içində olan məlumatları təmiz şəkildə təqdim etmək üçün möhtəşəm bir təqdimat qatıdır. Onlardan məlumatı daha sadə, qorunmuş və normallaşdırılmış şəkildə göstərmək üçün istifadə edin, amma əsla sonsuz laylardan ibarət məntiq labirintləri qurmaq üçün yox. Təmiz, birbaşa, əsas cədvəllərə istinad edən kodlar yazın və əlinizdəki infrastruktur nə qədər bərbad olursa olsun, məlumatları zərifliklə idarə etməyin yolunu tapın.